Salam, hörmətli tamaşaçılarımız. Muğan TV-nin efirində günün əsas xəbər buraxılışını izləyirsiniz. Əvvəlcə bəzi başlıqlarla tanış olaq. Azərbaycan və Almaniya prezidentlərinin Berlində geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyev 26-cı Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına müraciət ünvanlayıb. İran-Azərbaycan sərhəddində əməliyyat keçirilib, saxlanılanlar var. Küləkli hava şəraiti bu tarixə qədər davam edəcək. Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı. Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar. Kahramanmaraşda 4,8 magnitudalı zəlzələ olub. Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. Nikol Paşinyan, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı Ermənistandan çıxır. Martın 16-sında Ankarada Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə toplantısı keçiriləcək. İndi isə daha ətraflı. Prezident İlham Əliyev 26-cı Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: Hörmətli sammit iştirakçıları, sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gecələşdirilən 26-cı Avrasiya İqtisadi Zirvə toplantısı münasibəti ilə səmimi qəlbdən salamlayıram. Bu ilki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf eləyir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır. Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcəkdir. Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm deyə Prezident vurğulayıb. Azərbaycan və Almaniya prezidentlərinin Berlində geniş tərkibdə görüşü keçirilib. Martın 14-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeierlə geniş tərkibdə görüşü keçirilib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Efirimiz davam edir. Küləkli hava şəraiti bu tarixə qədər davam edəcək. Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarına qədər davam edəcək. Daha sonra mülayimləşəcək. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O bildirib ki, martın 15-i gün ərzində paytaxt Bakı və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Məmmədova qeyd edib ki, ilkin məlumata görə yaxın 2 gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Dəhşətli qəzada baş çavuş öldü, gizir isə xəsarət aldı. Hadisənin təfərrüatına nəzər salaq. Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər strateji obyektlərin mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin əməkdaşları olub. Məlumata görə Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Akşin Nəsiboğlunun idarə elədiyi Mercedes-Benz Y270 markalı avtomobil agentliyin Ağstafa Regional İdarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqub Əliyev Elçin Abdoğlunun idarə elədiyi Mitsubishi L200 markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə elədiyi xidməti avtomobil idarə etmədən çıxaraq aşıb. Yaqub Əliyev almış olduğu xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən Gizir Kərimov Vüsal Rəhimoğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açıblar. Böyükşor Gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub. Məlumata görə açılışda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, Paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova və Aliyə Paşayeva da iştirak ediblər. Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletika ilə məşğul olmaları üçün nəzərdə tutulan 2 zolaqdan ibarət
uzunluğu 725, eni isə 2,40 metr olan qaşış zolağı xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb. Dünya xəbərlərinə keçid alırıq. Kahramanmaraşda 4,8 magnitudalı zəlzələ olub. Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 magnitudalı zəlzələ baş verib. Məlumatı CNN Türkiyə yayıb, yeraltı təkan bugün səhər saatlarında qeydə alınıb. Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələlik məlumat yoxdur. Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. Aksiyalar televiziya kanalları ilə yayımlanmır. Məlumata görə etirazçılar parlament binası önündə toplaşıblar. Əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfəki etirazçılar xarici agentlər haqqında qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. Fikir verirsə, məlumatda bildirilir ki, əgər bundan öncəki etiraz aksiyaları həmin qanunvericiliyin, xarici agentlər haqqında qanunvericiliyin tətbiqinə qarşı idisə, bu dəfəki aksiya iştirakçıları əksinə həmin qanunu dəstəkləmək üçün ora çıxıblar. Əlbəttə ki, burada siyasi motivlər var və böyük ehtimal Zurabishvili hökumətinin əl işidir bu etiraz aksiyası. Çünki etiraz aksiyasına polis heç bir müdaxilə eləmir. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistandan çıxır. Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı istəsə də, istəməsə də Ermənistan çıxır. Bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konferansında deyib. O, bunun rəsmi rəvan üçün narahat verici olduğunu bildirib. Paşinyan söyləyib ki, 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi. Mənsə bunu bildirmişdim ki, bizim qorxumuz Kollektiv Təhlükəsizlik Təşkilatının Ermənistandan çıxmasıdır. Bəli, məhz Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistandan çıxır. Nikol Paşinyanın bu açıqlamasının altında çox böyük sətiraltı məqamlar var. Qısaca onu demək olar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın ümidlərini doğrultmadı. Nə əvvəldə, nə aprel döyüşləri vaxtı, nə belə deyək, həmin müddətdən sonraki hadisələr, hansı ki, zaman-zaman təmas xəttində yaşanırdı və daha sonra nəhayətdə 44 günlük Vətən müharibəsi zamanında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından belə deyək, ümid olduqları, arxain olduqları təşkilatdan bir fayda görmədilər. Ona görə də artıq Paşinyan fikirləşir ki, və ümumiyyətlə Ermənistan xalqı fikirləşir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağın heç bir mənası qalmır. Martın 16-sında Ankarada Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə toplantısı keçiriləcək. Martın 16-sında Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə toplantısı keçiriləcək. Bunu Xarici İşlər Naziri Mevlud Çavuşoğlu Twitter'da yazıb. Martın 16-sında Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının zirvə toplantısı keçiriləcək. İclasda fəlakət, fövqəladə halların idarə edilməsi və humanitar yardım mövzusu müzakirə olunacaq deyə nazir vurğulayıb. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar. Azərbaycan millisinin Avstriya ilə keçirəcəyi oyunun stadionu yararsız hala düşüb. Azərbaycan millisinin Avro 2024-ün seçmə mərhələsində Avstriya yığması ilə oynayacağı Raiffeisen Arena yararsız hala düşüb. Yanvarda istifadəyə verilən stadionda cəmi 3 oyun keçirilməsinə baxmayaraq ot örtüyü artıq bərbad vəziyyətdədir. Bu isə həm ev oyunlarını orada keçirən Lask klubunun, həm də Avstriya millisinin futbolçularının narazılığına səbəb olub. Yığmanın qapıçısı Aleksandr Şlager ot örtüyündə yaşıllıqdan əsər əlamət qalmadığını, yerin sürüşkən olduğunu bildirib. Avstriya Futbol Assosiasiyası millinin rəsmi maçlarına qədər ot örtüyünün yaxşılaşdırılması üçün çalışmalara başlayıb. Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, bundan 3 gün sonra isə Estoniya millisi ilə üz-üzə gələcək. Bu da Avropa standartları. Sonda isə hava haqqında məlumata nəzər salaq.
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 13-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq. Belə, əziz izləyicilərimiz, bugünlük çatdıracaqlarımız bu qədər. Sabah eyni vaxtda görüşərik. Hələlik.